وذكر فإن الذكرى تنفع المؤمنين. Elhamdülillah, Allah Subhanahu ve Teala'nın müvəffəqiyyəti biz sizinlə Aqidətü Təvhid kitabının oxunmasına davam edirik. Və bundan əvvəl qısa bir müqəddimə etmişdik və o müqəddimədə biz kitab haqqında məlumat verdik və müəllif, kitabın yazarı haqqında qısa məlumat verdik və sonra nə üçün bu kitabı seçməyimiz haqqında və bu kitabın bəhs etdiyi mövzusu, o mövzunun mühümliyi haqqında danışdıq. Və Allah Subhanahu ve Teala'nın izni və müvəffəqiyyəti ilə bugündən etibarən şeyx artıq qısa mövzular gətirəcək və o mövzulara biz sizinlə birlikdə toxunacağıq. Və mövzuya keçməmişdən qabaq qısa olaraq tövsiyə etmək istəyirəm həm özümə, öz nəfsimə, həm də sizlərə. Necə ki Allah Subhanahu ve Teala öz kitabında bizə bunu tövsiyə edir. Allah Subhanahu ve Teala buyurur: وَلَقَدْ وَصَّيْنَا الَّذ۪ينَ اُوتُوا الْكِتَابَ مِنْ قَبْلِكُمْ وَاِيَّاكُمْ اَنِ اتَّقُوا اللّٰهِ. Allah Subhanahu Teala buyurur ki, biz sizə də sizdən öncə kitab nazil etdiyimiz ümmətlərə də, toplumlara da Allah Subhanahu ve Teala'dan qorxmağı tövsiyə etmişdik. Və sonra isə dərhal keçid alırıq müəllifin gətirdiyi mövzulara. Müəllif, hafizəullah, Allah onu qorusun, Şeyx Fovzan, mövzulara keçməmişdən öncə, yəni əqidəni, tövhid məsələlərini, tövhidin qismlərini və ilə axır, bunları bizə açıqlamadan, bəyan etmədən öncə şeyx 3 dənə fəsil açır. Və bu fəsillərdə şeyx bizə bəzi faydaları verir ki, hətta biz o faydaları götürək ki, hətta irəlidə açıqlanacaq mövzuları düzgün başa düşə bilək və əqidəni anlaya bilək. Və şeyx deyir ki, baxın hansı fəsillərdə o fəsilləri oxuyaq və bugün sizinlə birlikdə o fəsillərdən birinə toxunacaq biz. Birini tam olaraq götürəcək. Və 3 dənə fəsildir və şeyx deyir ki, Əl-Bəbul Əvvəl, birinci fəsil, birinci bab. Mədxalun lidirasətil əqidə, və o da əqidənin öyrənilməsinə, tədris olunmasına giriş. Və sonra deyir ki, şeyx və yətəkəvvənu minəl fusulit təliyə, və bu əqidəni öyrənməyə giriş fəsli də 3 fəsildən ibarətdir, deyir şeyx. Aşağıdakı fəsillər, yəni aşağıda sayacaq 3 dənə. Deyir ki, Əl-Faslul Əvvəl, birinci fəsil, hansı ki biz bugün bu mövzunu oxuyacağıq, o da Mə'nəl əqidə, əqidənin mənası. Nə deməkdir əqidə? Və bəyanu əhəmmiyyətihə, və əqidənin mühümliyinin açıqlanması. Və təbii ki, əqidənin mühümliyi haqqında biz müqəddimədə geniş təfsilatlı danışmışıq və burada qısa toxunacaq. Və sonra şeyx deyir ki, bi'tibarihə əsasən yəqumu aleyhi binəuddin. Hansı cəhətdən əqidənin mühümliyini açıqlayacaq? O cəhətdən ki, o dinin əsasıdır. Əqidə dinin əsasıdır və bütün dini məsələlər o əqidə ilə bağlı olan o məsələlərin, əqidənin üzərində qurulur. Necə ki, bunu təfsilatlı şəkildə bugün öyrənəcək. Nə deməkdir? Və sonraki görüşlərimizdə şeyx gətirəcək ikinci fəsildə, o da nədir? Məsadiril əqidəti əs-sahihə. Doğru əqidənin məsdəri, götürüldüyü yer. Və mənhəcus sələfi fi tələqqihə, və salih sələflərin əqidəni götürməkdə olan, əqidəni öyrənməkdə olan mənhəci. Üçüncü fəsildə isə şeyx danışacaq doğru əqidədən azmağın səbəblərindən və həmçinin sonra danışacaq və subulu təvəqqihi, doğru əqidə üzərində sabit qalmağın yollarından danışacaq. Və bugünkü mövzumuza keçid alağın. Bugünkü mövzumuzda şeyx deyir ki, Əl-Faslul Əvvəl, birinci fəsil. Fi bəyanil əqidəti və bəyani əhəmmiyyətihə. Əqidənin, əqidə kəlməsinin bəyan olunması, açıqlanması və onun mühümliyinin, əqidənin mühümliyinin açıqlanması. Hansı cəhətdən? O cəhətdən ki, bi'tibarihə əsasən yəqumu aleyhi binəuddin. O cəhətdən ki, o dinin əsasıdır və dinin digər bütün məsələləri onun üzərində qurulur. Bugünkü mövzunu
götürək və bununla da kifayətlənəcəyik bu mövzu ilə. Şeyx deyir ki, əl-əqidətü lüğətən və dərhal başlayır əqidənin hansı mənada işlədilməsindən lüğəvi mənada. Əl-əqidətü lüğətən. Lüğətdə əqidə deyildikdə nə başa düşülür? Çünki hər bir kəlmənin var lüğəti mənası. Yəni bu kəlmə ərəb kəlməsidir və bunu ərəblər hansı mənada işlədib? Bu kəlmənin mənası nədir? Lüğətdə. Və sonra isə şeyx gətirəcək əqidənin şəriətdə olan mənası. Şəriətdə əqidə deyildikdə nə başa düşülür? Ondan danışacaq. Deyir ki, lüğətin mənası əqidənin qısa olaraq toxunaq. Deyir ki, məxuzətun minəl-aqdi. Əqidə kəlməsi aqd kəlməsindən götürülüb. Aqd kəlməsinin mənası nədir? Deyir ki, şeyx və huvə rabtuş şey. Aqd kəlməsi də bir şeyi bağlamağa deyilir. Diqqətlə qulaq asın. Bir şeyi bağlamağa deyilir. Və sonra şeyx bunun daha aydın olması üçün bir cümlə işlədir ərəb dilində. Bu kəlməni orada işlədir. Və deyir ki, وَاَعْتَقَدْتُ كَذَا. Aqd kəlməsini bu cümlədə işlədir şeyx. Nə deməkdir bunun mənası? Sonra mənasına toxunur. Deyir ki, اَقَدْتُ عَلَيْهِ الْقَلْبَ وَالدَّمِيرِ. Yəni bu kəlməni sən deyəndə ki, mən bu şeyə etiqad etdim, mən bu cür etiqad etdim. Yəni bunun mənası odur ki, mən qəlbimi o şeyə bağladım. Ona görə deyir ki, aqd kəlməsinin mənası bir şeyi bağlamağa deyilir. Sən deyəndə ki, mən bu şeyə etiqad etdim və yaxud da bu cür etiqad etdim, bunun mənası odur ki, mən qəlbimi o şeyə bağladım. Nəyə görə şeyx burada qəlb kəlməsini işlədir? Qəlbimi o şeyə bağladım mənasında açıqlayır əqidə kəlməsini, aqd kəlməsini. Çünki baxın deyir ki, vəl-əqidətü əməlun qalbi. Çünki əqidə qəlblə bağlı olan bir məsələdir. Sən bir şeyə etiqad eləyəndə, o sənin əqidəvə çevriləndə, o sənin əqidəndən sayılırsa, artıq o deməkdir ki, sən qəlbinlə o şeyə bağlanmısan. Çünki əqidə, şeyx deyir ki, qəlbin əməlidir. وَهِيَ اِيمَانُ الْقَلْبِ بِالشَّيْءِ وَتَصْدِيقُهُ بِهِ. Çünki sən bir şeyə etiqad eləyəndə qəlbinlə ona bağlanırsan və onu təsdiqləyirsən. Və irəlidə təfsilat gələcək bu məsələlərə. Və sonra şeyx deyir ki, وَالْعَقِيدَةُ شَرْعًا. Əqidənin şəriətdə olan mənası nədir? Əvvəlkilər lüğəvi mənası idi. Lüğətdə olan mənası idi. Şər'i mənası nədir? Və şeyx deyir ki, şər'i mənası və ya şəriətdə əqidə deyildikdə əqidəyə daxil olan məsələlər. Və şeyx deyir ki, hiyə əl-imanu billahi və mələikətihi və kutubihi və rusulihi və l-yevmin əxiri və l-imanu bil-qədəri xayrihi və şərrihi. Deyir ki, əqidə deyildikdə şəriətdə Allaha iman etmək, Allahın mələklərinə, kitablarına, rəsullarına, qiyamət gününə və qədərin xeyrinə və şərinə iman etməkdir. Və tusammə həzihi ərkanəl iman. Və şeyx deyir ki, saydığımız bu 6 dənə məsələ də imanın rukunları və ya başqa adla bizim bildiyimiz kimi imanın şərtləri. İmanın 6 şərti, 6 rukunu var. Şeyx onları saydı burada. Deyir ki, bunlar da imanın şərtləri və ya rukunları sayılır, adlanır. Burada bir sual yaranır. Əqidə deyildikdə şəriətdə bura sadəcə şeyxin saydığı bu 6 məsələ mi daxil olur? Yəni bundan başqa məsələlər əqidəyə daxil olmurmu? Təbii ki, daxil olur. Məsələlər var. Başqa məsələlər var, hansı ki onlar əqidəyə daxil olur. Və şeyx aşağıda burada saymadığı bəzi məsələləri də gətirəcək, bəzi mövzularda zikr eləyəcək. Təbii ki, onlarla da kifayətlənmir. İnşallah irəlidə toxunacaq. Və şeyx deyir ki, əqidəni lüğəti və şər'i mənada izah etdikdən sonra şeyx deyir ki, وَالشَّرِيعَةُ تَنْقَسِمُ قِسْمَيْنِ. Şəriət 2 qismə bölünür. Şəriət 2 qismdən kənara çıxmır. Nədir onlar? O 2 qism nədir? İ'tiqadiyyət və əməliyyət. Şəriət bu 2 qismdən kənara çıxmır. Birinci qism etiqadi məsələlər, əqidə məsələləri. İkinci qism əməllə bağlı olan məsələlər. Şəriətdə üçüncü bir qism yoxdur. Şəriət bu 2 qismdən kənara
çıxmır. Və əvvəlki dərsimizdə də dedik ki, bu dərsləri dinləyərkən yanınızda dəftər və qələm olsun, bəzi mühüm məsələləri qeyd edin. Məsələn, o məsələlərdən əqidənin lüğətdə olan mənası qısa olaraq yaz. Əqidənin şəriətdə olan mənasını izah etdik. Qısa olaraq yaz. Əqidəyə hansı mövzular daxil olur, zikr elədik. Və sonra ən mühimi, şeyx deyir ki, şəriət iki qismə bölünür. Və yaz onları, şəriət iki qismə bölünməyini yaz, qeyd edən. Və sonra açıqlayır şeyx, etiqadi məsələlər deyəndə hansı məsələlər başa düşülür, əməllə bağlı olan məsələlər deyəndə hansı məsələlər başa düşür, açıqlayır, yaz onları, qeyd edən. Və şeyx deyir ki, fəl-i'tiqadiyyət, etiqadla bağlı olan məsələlər deyəndə nə başa düşülür? Hiyəlləti lə tətəalləqu bi keyfiyyətil əməl. Əqidə ilə bağlı olan məsələlər şəriətin birinci qismi. Şeyx deyir ki, onlar hansısa bir əməlin keyfiyyətindən bəhs eləmir, keyfiyyəti ilə əlaqəli deyil. Misal verir şeyx. Deyir ki, i'tiqadi rububiyyətilləh. Baxın, şeyx etiqada, əqidəyə daxil olan yuxarıda saydığı 6 məsələdən əlavə olaraq bəzi məsələləri gətirir burada. Baxın, deyir ki, misal olaraq i'tiqadi rububiyyətilləhi azza və cəllə. Allah azza və cəllənin rububiyyət sahibi olmasına etiqad etmək əqidə məsələlərinə daxildir. Nədir Allah subhanahu və tealənin rububiyyəti deyiləndə nə başa düşülür? Nədir rububiyyət tövhidi? Allah subhanahu və tealənin rububiyyəsinə etiqad etmək odur ki, sən etiqad edəsən ki, Allah subhanahu və tealə yaradandır. Allah subhanahu və tealə öldürəndir. Allah subhanahu və tealə ruzi verəndir. Və Allah subhanahu və tealə kainatdakı bütün işləri idarə edəndir. Bu məsələlərə sənin etiqad etməyin rububiyyə tövhidinə daxildir. Və sonra şeyx deyir ki, əqidəyə daxil olan məsələlərdən vücubu ibadətihi, Allah subhanahu və tealəyə ibadət etməyin vacib olduğunu təsdiqləməyin də əqidəyə daxildir. Və i'tiqadi bəqiyyəti ərkanil imanil məzkura. Və şeyx deyir, həmçinin əvvəldə zikr etdiyimiz imanın 6 ruknu, 6 şərti ki var idi, Allaha, mələklərinə, kitablarına, rəsullarına, qiyamət gününə və qədərin xeyrinə və şərinə iman etmək, bu 6 məsələ də əqidəyə daxil olan məsələlərdir. Bununla bitirmi? Yəni, başqa bir məsələ yoxdurmu əqidəyə daxil olan? Var təbii ki, bu zikr olunan məsələlərin ətrafında olan bütün məsələlər də əqidəyə daxil olur. Və tusammə asliyyə, və şeyx deyir ki, şəriət iki qismə bölünür dedi və birinci qismi getdi, etiqadla bağlı olan məsələlərdir və bəzilərini zikr elədi burada. Və sonra şeyx deyir ki, və tusammə asliyyə, şəriətin bu birinci qismi asliyyə, yəni əsl olan adlanır. Nə deməkdir? Yəni bünövrədir, təməldir. Və sonra isə şeyx deyir ki, vəl-əməliyyət, şəriətin ikinci qismindən danışır indi şeyx. Deyir ki, ikinci qismdə əməllə bağlı olan məsələlərdir. Hiyyə mə yətəalləqu bi keyfiyyətil əməl, hansı ki, hansısa bir əməlin keyfiyyətindən bəhs edir. Bu mövzular hamısı şəriətin ikinci qismidir, əməllə bağlı olan məsələlər. Misal, şeyx deyir ki, əs-salatu və-zəkat və-savm və sairil əhkamil əməliyyə. Və şeyx deyir ki, məsələn, namaz qılmaq, zəkatla bağlı olan məsələlər, oruç tutmaq, orucla bağlı olan məsələlər və şəriətdə əməllə bağlı olan digər bütün məsələlər də bura daxil olur. Və tusammə fər'iyyə deyir şeyx. Birinci qism haqqında dedi ki, tusammə asliyyə, birinci qism əsildir, təməldir, bünövrədir. İkinci qism haqqında isə deyir ki, fər'iyyə. Nə deməkdir fər'iyyə? Yəni əsildən törənən və ya əslin üzərində bina olunan. Və şeyx dedi ki, şəriətin bu ikinci qismi fər'iyyə, yəni əsildən törənən və ya əslin üzərində bina olunan adlanır. Hansı cəhətdən? Şeyx deyir ki, "Lənnəhə tubnə alə tilkə sihhətən və fəsadən." O cəhətdən ki, onun qəbul olunub olunmaması cəhətindən, onun sağlam, səhih, doğru olub fəsad olması cəhətindən. Çünki əgər əqidə, yəni şəriətin birinci qismi əqidə ilə bağlı olan məsələlər, yəni şəriətin bünövrəsi salamat olarsa, doğru olarsa,
onun üzərində quracağı əməllə bağlı olan şəriətin ikinci qismi, hansı ki, əməllə bağlı olan məsələlər də ondan qəbul olunar və səhih olar, doğru olar. Yox, əgər şəriətin birinci qismində fəsada uğrayarsa, əqidəsini doğru düzgün qurmazsa, yəni şəriətin bünövrəsini düzgün qurmazsa, o bünövrənin üzərində quracağı şəriətin ikinci qismi ki var, əməllərlə bağlı olan məsələlər, hansı ki o bünövrənin üzərində qoyacaq, bünövrə doğru olmazsa, səhih olmazsa, şəriətin ikinci qismi, yəni əməllər də ondan qəbul olunmaz, fəsad olar. Və sonra şeyx buyurur ki, فَالْعَقِيدَةُ الصَّحِيحَةُ هِيَ الْأَسَاسُ الَّذِي يَقُومُ عَلَيْهِ الدِّينِ. Və deyir ki, doğru əqidə, hansı ki biz dedik ki, o əsasdır, bünövrədir, əl-ləzi yəqumu aleyhiddin. Və o cəhətdən sayılır bünövrə ki, çünki şəriətin digər hissəsi, ikinci qismi, əməllərlə bağlı olan məsələlər onun üzərində bina olunacaq. Və tasihhu ma'ahul a'mal. Və həmçinin əqidə doğru, salamat, düzgün olarsa, insanın salih əməlləri də ondan qəbul olunar. Yəni şəriətin ikinci qismi də ondan qəbul olunar. Əks halda ondan qəbul olunmaz. Və sonra şeyx dediyi bu sözə dəlillər gətirir. Deyir ki, kəmə qalə teala, necə ki Allah subhanahu və teala buyurur, فَمَنْ كَانَ يَرْجُوا لِقَاءَ رَبِّهِ. Kim Rəbbi ilə görüşəcəyinə ümid bəsləyirsə, فَلْيَعْمَلْ عَمَلًا صَالِحًا وَلَا يُشْرِكْ بِعِبَادَةِ رَبِّهِ أَحَدًا. Və qoy o salih əməl işləsin və Rəbbinə heç bir şeyi şərik qoşmasın. Çünki dedik ki, əqidə ilə bağlı olan məsələləri də yuxarıda bəzilərinə şeyx toxundu. Gördüyünüz kimi hamısı tövhidlə bağlı olan məsələlərdir. Və ona görə də şeyx bu ayəni gətirir. Allah subhanahu wa ta'ala buyurur ki, kim Rəbbi ilə görüşəcəyinə ümid bəsləyirsə, qoy salih əməl işləsin və Rəbbinə heç bir şeyi şərik qoşmasın. Yəni tövhid üzərində olsun, doğru düzgün əqidə üzərində olsun onun salih əməli. Və sonra şeyx başqa bir ayəyə toxunur. Allah subhanahu wa ta'ala buyurur ki, وَلَقَدْ أُوحِيَ إِلَيْكَ وَإِلَى الَّذِينَ مِنْ قَبْلِكَ لَإِنْ أَشْرَكْتَ لَيَحْبَطَنَّ عَمَلُكَ. Allah subhanahu wa ta'ala buyurur ki, sənə də, yəni öz rəsuluna xitabən deyir ki, ey rəsulum, sənə də, səndən qabaqki peyğəmbərlərə də belə vəhy olunmuşdu. Əgər sən Allah subhanahu wa ta'ala'ya şərik qoşsan, bütün əməllərin puç olar, zay olar və səndən qəbul olunmaz. وَلَتَكُونَنَّ مِنَ الْخَاسِرِينَ. Və sən qiyamət günü ziyana uğrayanlardan olarsan. Yəni əməllərin səndən qəbul olunmaz. Baxın, bu xitab Allah subhanahu wa ta'ala'nın öz rəsulu Muhammed sallallahu aleyhi və səlləmə etdiyi xitabdır. Və deyir ki, səndən əvvəlki peyğəmbərlərə də belə xitab eləmişik biz. Şərik qoşsan bütün əməllərin zay olar, puç olar. Yəni salih əməllərin doğru əqidə üzərində, tövhid üzərində olmazsa səndən qəbul olunmaz. Və sonra şeyx başqa bir ayəni gətirir. Allah subhanahu wa ta'ala buyurur ki, فَعْبُدِ اللّٰهَ مُخْلِسًا لَهُ الدِّينِ. Dini, aləmlərin Rəbbi olan Allah subhanahu wa ta'ala'ya xas eləyərək ona ibadət et. Sonra başqa bir ayədə buyurur ki, Ələ lillahi dinul xalis. Məgər din bütünlüklə Allaha məxsus deyilmi? Və sonra şeyx bu ayələri dəlil olaraq gətirdi o məsələyə ki, əgər salih əməllər doğru əqidə üzərində qurulmazsa səndən qəbul deyil. Və sonra şeyx deyir ki, فَدَلَّتْ هَذِهِ الْآيَاتُ الْكَرِيمَةِ وَمَا جَاءَ بِمَعْنَاهَا وَهُوَ كَثِيرٌ على أن الأعمال لا تقبل إلا إذا كانت خالصة من الشرك. Və şeyx deyir ki, bu ayələr və bu mənada olan Quran-ı Kərimdəki digər bütün ayələr və onlar da çoxdur deyir şeyx, onların hamısı dəlildir ki, əgər əməllər şirkdən təmizlənmiş olmazsa, yəni tövhid üzərində olmazsa, səndən qəbul olunmaz. وَمِنْ ثَمَّ كَانَ اِحْتِمَامِ الرُّسُلِ. Və şeyx deyir ki, buna görə də bütün rəsullar, Allahın onlara salamı və salavatı olsun, və islahil aqidəti əvvələn, ən birinci insanlarda əqidəni islah etməyə çalışıblar. Yəni tövhidin olması üçün çalışıblar. فَأَوَّلُ مَا يَدْعُونَ أَقْوَامَهُمْ إِلَيْهِ عِبَادَةُ اللّٰهِ وَحْدَهِ. Və qövmlərini ilk çağırdıqları şey, peyğəmbərlərin öz qövmlərini çağırdıqları ilk şey
aləmlərin Rəbbi olan Allah subhanahu və teala ibadət etmələri və tərku ibadəti mə siva və Allahdan qeyri ibadət olunan hər bir şeyi tərk etməyə çağırıblar ilk öncə. Kəmə qalə teala, sonra şeyx buna dəlil gətirir, necə Allah subhanahu və teala buyurur, və ləqəd bə'asnə fi kulli ümmətin rasulə, biz hər bir ümmətə rəsul göndərdik. Nə üçün? Ona görə ki, ən-i'budullaha və ictənibut tağut, ona görə ki, qoy onlar öz qövmlərinə xatırlatsınlar ki, Allaha ibadət edin və tağutlardan, yəni Allahdan qeyri ibadət olunan hər bir şeydən uzaq dursunlar. Və sonra isə şeyx burada bir məsələyə toxunur, deyir ki, və kullu rasulin yəqul, bütün rəsullar öz qövmlərinə bu sözü deyiblər, deyir şeyx. Hansı sözdür? Əvvələ mə yuxatibu qavməhu. Yəni qövmlərinə ilk dəfə xitab edəndə dedikləri ilk şey qövmlərinə bu olub bütün rəsulların. Hansı sözdür? Və o da şeyx burada ayəni gətirir. Deyir ki, "U'budullaha mə lakum min ilahin gayru." Allaha ibadət edin, sizin ondan başqa ilahınız yoxdur. Və şeyx deyir ki, bu bütün rəsulların sözüdür. Öz qövmlərinə ilk dəfə xitab edəndə bu sözlə xitab ediblər. Və necə ki, biz şeyx burada sadəcə bir dənə ayəni bir dəfə gətirir və deyir ki, qaləhə Nuhun və Hudun və Salih və Şuayb, və deyir ki, bu söz, yəni bu ayədəki söz həm Nuhun aleyhisselam və həm Hudun, həm Salih, həm Şuayb və digər bütün peyğəmbərlərin qövmlərinə ilk xitab etdikləri zaman dedikləri sözdür, deyir şeyx. Və biz bu ayələrə hər bir rəsulun sözü olaraq ayrı-ayrılıqda əvvəlki müqəddiməmizdə toxunmuşuq, gətirmişik. Geri qayıdıb izləyə bilərsiniz. Və sonra isə şeyx deyir ki, وَقَدْ بَقِيَ النَّبِيُّ صَلَّى اللّٰهُ عَلَيْهِ وَسَلَّمَ فِي مَكَّةَ بَعْدَ الْبِعْثَةِ 13 عَامًا يَدْعُ النَّاسَ إِلَى التَّوْحِيدِ. Baxın, deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm 13 il Məkkədə qaldı və insanları bu müddət ərzində yalnız aləmlərin Rəbbi olan Allah Azza və Cəllənin tövhidinə çağırdı. Yəni doğru düzgün əqidəyə, tövhid üzərində olmağa çağırdı. Və islahil əqidə, və əqidənin, yəni tövhidin islah olmasına çağırdı. Yəni Allahdan qeyri ibadət olunanların tərk olunmasına çağırdı. Li'annəhə nəyə görə? Li'annəhəl əsasulləzi yəqumu aleyhi binəuddin. Çünki o, dinin təməlidir. Əqidə dedik, şəriət iki qismdən ibarət. Birincisi, etiqadi məsələlər, əqidə məsələləri. Ona görə şeyx deyir ki, çünki o dinin əsasıdır, bünövrəsidir. Şəriətin ikinci qismi isə, yəni din deyəndə onu qəsd edir şeyx. Və o da birinci qismin əqidə ilə bağlı olan məsələlərin üzərində bünövrə olunur. Onun üzərində qurulur. Və sonra şeyx deyir ki, وَقَدْ اِحْتَزَ الدُّعَاتُ الْمُسْلِحُونَ إِلَى كُلِّ زَمَانٍ حَزْوَ الْأَنْبِيَا وَالْمُرْسَلِينَ. Və şeyx deyir ki, nəbilər və rəsullar da başda olmaqla bütün dəvətçilər, haqq olan bütün dəvətçilər فَكَانُوا يَبْدَؤُونَ بِالدَّعْوَةِ إِلَى التَّوْحِيدِ. İlk olaraq dəvətlərinə tövhiddən başlayıblar, tövhidlə bağlı olan məsələlərdən başlayıblar. Və islahil əqidə, və əqidənin insanlarda doğru düzgün olmasına çalışıblar. Buna çağırıblar. ثُمَّ يَتَّجِهُونَ بَعْدَ ذَلِكَ إِلَى الْأَمْرِ بِبَقِيَّةِ أَوَامِرِ الدِّينِ. İlk olaraq əqidəni, tövhidlə bağlı olan məsələləri insanlarda islah etdikdən sonra şəriətin digər məsələlərinə, yəni şəriətin ikinci qisminə yönəliblər. O da əməllə bağlı olan məsələlərdir. Və bununla da şeyx birinci mövzunu bitirir və istəmirik ikinci mövzuya keçək. İnşallah Allah subhanahu wa ta'ala müvəffəqiyyəti ilə ikinci mövzunu da ayrı bir görüşümüzdə sizinlə birlikdə oxuyacağıq. Və Allah subhanahu wa ta'ala'dan istəyirəm ki, oxuduğumuzda və dinlədiyimizdə bizi ixlasda etsin. Allah subhanahu wa ta'ala'dan istəyirəm ki, bu kitabdan bizi faydalandırsın və Allah subhanahu wa ta'ala bizi tövhid üzərində doğru düzgün əqidə üzərində etsin. Subhanakallahumma və bihamdik, əşhədu ən la ilahə illə ənd, əstəğfiruka və ətubu ileyk. Əssəlamu aleykum və rəhmətullahi və bərəkatuhu.